Salam dostlar, xoş gördük sizləri. Bu dəfə TikTok, Instagram, Facebook, nə bilim, WhatsApp, Telegram, fərqi YouTube, abunə, takip, bəyəni, baxışlarını artırmağı göstərəcəm sizə. Çox münasib qiymətədir. Minimum balans 1 manat artırmaq olur. Deməli, qeydiyyat linkini paylaşacağım. Üzərinə vurursunuz qeydiyyat linkinin. Belə qeydiyyatdan keçirsiniz. Yəni çox gözəl, anında da gəlir takipçiniz, bəyəni, baxış, yorum, nə bilim də, yəni özünüz baxıb görəcəksiniz. Baxın, belə bir ekran açılacaq sizə də. Qeyddən keçəndən sonra. Məsələn, tutaq ki, birinci balans artırmağı göstərin. Balans artırma üzərində vurursunuz. Burada yazıb ki, ödəniş təsdiqlə. Deməli, kartdan karta ata bilirsiniz. Məsələn, tutaq ki, ABB kartını kopyaladınız, nömrəsini, kapitalı kopyaladınız, atdınız. Minimum 1 manatdır. Burada çekin şəklini göndərirsiniz. Burada məbləğ yazırsınız. Məsələn, 1 manat yazıb göndərirsiniz. Çox gözəl təsdiqlə vurur. Kartdan karta komissiyasızdır. Yəni tutmur. Komissiya tutmur. Bir də kripto vasitəsilə göndərə bilərsiniz. O biraz çətindir, binasından olur. Ən yaxşı da kartdan kartadır. Yəni dediyim kimi, bax gəldiniz bura məbləğ yazın. Məsələn, tutaq ki, yazırsınız 1 manat. Çekin şəklini bura göndərirsiniz. Ödəniş təsdiqləyirsiniz və salam hazırdır. Tutaq ki, siz ən çox indi bu dəqiqə TikTokda. TikTokda məsələn takipçi bəyəni göndərmək istəyirsiniz. Gəlirsiniz, baxın TikTok yazısı var üzərinə. Baxın, burada göz TikTok takipçiləri, TikTok canlı yayım, TikTok bəyəni ucuz, sürətli, izləmə, baxış, bəyəni keyfiyyətli, cürbəcür xidmətli, nə bilim, takipçi, bəyəni, canlı yayım, izləmə, hamısı var burada. Bax, məsələn, tutaq ki, takipçiyə baxaq, deməli, takipçi, deməli, burada gəlib seçə bilirik. Baxın, bunu vurdu, sonra bura gəlib takipçini seçirsiniz. 100% real hesablar. İndi tutaq ki, 1000 dənə takipçi göndərmək istəyirsiniz özünüzə. 2 manat 49 qəpik. Amma bunu tutaq ki, mənə desəz, ya başqası da göndər, o sizə 5 manat istəyəcək. Məsələn, əziyyətin bəhrəsini görmək istəyir. Tutaq ki, 3 manat özümə qalsın. Və yaxud da eləsi var ki, 7 manatdır, eləsi var ki, 10 manatdır. Özünüz burada göndər ki, 2 manat 50 qəpiyə rahat göndərsiniz. Burada linki, profilinizin linki, girirsiniz TikTok'a, paylaş yerində profilinizin linki var. Onu kopyalayıb yapışdırırsınız, baxın bura. Buradan da bəyəni, baxış, takip, hamısı belə göndərirsiniz. Takipçisini göndərirsiniz, gəlir. İzləmə, baxış, məsələn, geri izləmə, baxışa, foto izlənməsi, məsələn, tutaq ki, garantili seçək. TikTok video izləmə. Gəldiniz, gəlirik, baxırıq, görək 1000 dənəsini nə qədər eləyir. 0.22 qəpik. Gəlirik. 10.000, 22 qəpik izləmə, ha. Nə bilim, 100.000, 2 manat 20 qəpik. Görün nə gözəl, çox gözəldir. Həqiqətən də superdir da. Rahat şəkildə göndərə bilirsiniz. İnsan Instagram üzərinə gəlsin, Instagramda da var. Məsələn, takipçilər, bəyəni, baxış, Azərbaycan takipçiləri, bəyəni, baxış, hamısı var. Facebook'a gəlirsiniz. Facebook'un səhifə bəyənməsi, nə profil takipçisi, hamısı var. Telegram. Telegramda da abunə, nə bilim, çoxdur da, yəni özünüz baxıb görəcəksiniz. Çox yerləri var. YouTube. YouTube'da pul qazanma, aktiv eləmə, saatı, zadı, hamısını. Nə bilim, toplu bəyənmə, YouTube garanti izləmə, hamısı var burada. Bundan da kimi istifadə Twitter'dir. Sonra WhatsApp var. Burada WhatsApp kanalı, abunəsi artırmaq, bunlar var. Digərləri də burada baxın mövcuddur hamısı. Instagram, digərləri hamısı var. Rahatdır, çox rahat istifadə edin. Kiməsə də əlavə pul verməyin. Ay nə bilim, sizə bəyəni, takipçi göndərsin, baxışlar göndərsin. Özünüz rahat şəkildə girin, istifadə edin. WhatsApp nömrəmi də paylaşacağım. Kimsə nə isə bilməsə, çəkinmədən yaza bilər, köməkli eləməyə hazıram. Həqiqətən də super saytdır, girin, rahat istifadə edin. Burada məsələn, tutaq ki, takipçi yığıb, 10.000 takipçi yığıb, yavaş-yavaş. Nə bilim, onu bir 15 manat, 20 manat, məsələn, sata da bilərsiniz, 30 manat sata da bilərsiniz. İstəyir TikTok olsun, istəyir Instagram olsun, fərqi yoxdur. Kim nə isə bilməsə yaza bilər, tam rahat şəkildə istifadə edin. 1 ildən çoxdur məndə var bu sayt, rahat istifadə edirəm hərdən özüm. Kim istəyirsə rahat istifadə edə bilər. Sözü sual olan olsa WhatsApp'a yaza bilər.